Üzdəki sınaqları qurudan, məsamələri yığan, çox sadə, amma effekti bir o qədər güclü olan bir maska ilə qarşınıza gəlmişəm. Bir ədəd aspirinin üzərinə bir çay qaşığı qatıq əlavə edib, aspirin tam həll olana qədər qarışdırırıq. Alınan bu qarışımı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Bu maskanı xanımlar həftədə 1 və ya 2 dəfə etməyiniz kifayətdir. Ləkəli, sanaqlı və səpkili üz dərisi üçün çink mazı və salisil mazından hərəsindən bir noxud boyda götürüb əlimizdə qarışdırıb və hər gün gecə yatmamışdan öncə təmiz üzlərimizə çəkirik. Yumağa ehtiyac yoxdur. Bu qarışım üzdəki səpkilər götürəcək və üzdəki ləkələrin rəngini açacaqdır. Problemli üz dərsinə sahibsinizsə, üzünüzdə həddindən artıq sınaqlar və yağlanma varsa, o zaman bu maskanı etməyinizi məsləhət görərdim. Bir çay qaşığı gilin üzərinə krem halına gələcək qədər mineral su əlavə edib qarışdırırıq. Alınan bu qarışımı təmiz dərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Üzümüzü yuduqdan sonra mütləq dəri növümüzə uyğun olan nəmləndirici kremlə üzümüzü nəmləndiririk. Bu maskanı həftədə 2 dəfə etməyiniz kifayətdir. Əgər sizin də üzünüzdə bu cür getməyən sanaqlar, qara nöqtələr varsa, o zaman gil maskasını etməyinizi məsləhət görərdim. Bunun üçün bir qaba 2 çay qaşığı gil, 1 çay qaşığı un və krem halına gələnə qədər su əlavə edib tam həll olana qədər qarışdırırıq. Maskanı üzümüzə çəkib 20 dəqiqə saxlayıb yuyun. Maskanı həftədə 2 dəfə etməyiniz kifayətdir. Üz dərisinin rəngini açan, üzdəki sanaqları və qara nöqtələri yox edən mükəmməl bir maska hazırladım. Bunun üçün bir qaba 1 ədəd aspirin və təxmini 1 yemək qaşığı qatıq əlavə edib tam həll olana qədər qarışdırırıq. Bu maskanı həftədə 2 dəfə axşam üstü təmiz üzlərimizə çəkib 15 dəqiqə saxladıqdan sonra yuyuruq. Maskadan sonra üzünüzü nəmləndirməyi də unutmayın. Bir daşla 2 quş vurduran maska. Maska üzdəki ləkələri aparır, sanaqları qurudur və ən əsası üzdəki xırda qırışları açır. Maska çox sadədir, hər bir kəs edə bilər. Maskanı həftədə 2 dəfə edirsiniz və üzünüzdə 20 dəqiqə saxladıqdan sonra yuyursunuz. Maskanın tərkibində nə var onu deməmişdən öncə xanımlar artıq məni YouTube kanalımda da izləyə bilərsiniz. Bunun kimi faydalı, gözəl maskaların daha çox olmasını istəyirsinizsə YouTube kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. İndi isə maskanın tərkibində nə var onu deyəcəm. Bir qaba 1 çay qaşığı xama və çay qaşığının ucunda sarı kök əlavə edib tam həll olana qədər qarışdırırıq. Maskanı üzümüzdə 20 dəqiqə saxlayıb daha sonra üz dəriniz problemli, məsaməli, sanaqlı və yağlıdırsa, o zaman bu gil maskasını mütləq sınayın. Maskanın tərkibi çox sadədir. Tərkibində 1 çay qaşığı gil və perekis var. 3%lik perekis. Perekisi gözə yarı təxmini tökürsünüz krem halına gələnə qədər. Çoxunu soruşursunuz ki, gili hardan almaq olar? Gili apteklərdən ala bilərsiniz. Fərqi yoxdur. Yaşıl gil, ağ gil, çəhrayı gil. Bunun heç bir fərqi yoxdur. Bu maskanı həftədə 2 dəfə təmiz üzlərimizə çəkirik. Üzümüzdə gözləyirik ki, qurusun. Təxmini 15-20 dəqiqədən sonra maska üzümüzdə quruyur və ılıq su ilə üzümüzü yuyuruq. Daha sonra xanımlar, bunu bir çox videomda da qeyd edirəm ki, maskadan sonra mütləq üzünüzü nəmləndirici kremlə, yəni üzlərinizə uyğun olan nəmləndirici kremlə üzünüzü nəmləndirin. Məndən soruşursunuz ki, hansı nəmləndirici kremdən istifadə etmək olar? Bunu necə deyəm, yəni hər üz fərqlidir. Yağlı üzlər var, quru üzlər var, həssas üzlər var. Əgər mən hansı bir kremdən istifadə edirəmsə, bu demək deyil ki, hamı ondan istifadə etməlidir. Üzlərinizə uyğun olan nəmləndirici kremlə üzünüzü nəmləndirməyi unutmayın. Bu qədər maskanı hazırlayın və rəylərinizi videonun altında qeyd etməyi unutmayın.